Hər vaxtınız xeyirli uğurlu olsun əziz bacılarım, kanalımda və yeni vlogumda xoş gördüm hər birinizi. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Şükürlər olsun, bizlər də yaxşıyıq. Bu dəfəki vlogumun açılışını evdən etmədim. Gördüyünüz kimi Fuadım gəlib. Gələn kimi də dedi ki, parka istəyirəm. Bəli, nənə bala çıxmışıq gəzintiyə. Dedim elə bir vlog başladım sizin üçün də. Həm sizin üçün izləməyə bir şeylər olsun, maraqlı. Həm də özüm üçün belə dedim, çəkim, paylaşım, xatirə olaraq qalsın kanalda. İlk dəfədir ki, Fuadla ikimiz gedirik. Həmişə babası aparırdı bizi, üçümüz gedirdik. Və yaxud ki, Fuad öz atası ilə gedirdi gəzməyə. Amma ilk dəfədir ki, belə ikimiz gedirik. Yoldaşımın işi çıxdı, yəni Fuadın babasının işi olduğuna görə gələ bilmədi bizimlə. Ona görə də elə ikimiz gəldik və həmişə olduğu kimi belə açıq havada istəmədim gəzdirmək. Dedim elə qapalı məkan olsun ki, istər-istəməz artıq qışdır, soyuqdur hava. Xəstələnər Fuad deyə ehtiyat etdim və gəldik Zabratda yerləşən Penhandbol uşaq əyləncə mərkəzinə. Fuad da buranı çox bəyənir. Elə onun istəyi ilə gəldik bura. Adını da qoyub Ayxan Park. Çünki bu uşaq əyləncə mərkəzi Ayxan marketin, yəni üst katında yerləşir. Belə gördüyünüz kimi bir neçə mərtəbə, 5 mərtəbədən ibarətdir. Yəni 5 mərtəbə ticarət mərkəzidir. Alt mərtəbəsi qab-qacaq bölməsidir. İkinci mərtəbəsi qida bölməsidir, yəni market bölməsi. Üçüncü bölməsi indi gördünüz, keçdik oradan, geyim bölməsidir. Dördüncü bölməsi uşaq əyləncə mərkəzidir. Beşinci bölməsi də ki, yəni 5-ci mərtəbəsi bölmə nədir deyirəm bayaqdan. Beşinci mərtəbəsi isə restorandır. Elə birbaşa çıxırıq 4-cü mərtəbəyə, yəni uşaq əyləncə mərkəzinə və gələn kimi də biraz dedim biraz əylənsin, bu avtomatlardan, aparatlardan istifadə etsin. Daha sonra, yəni tam gəzdirmədim də, dedim çıxsın yuxarıda yemək yesin. Daha sonra davam edərik, çünki elə etməyəndə Fuad yemək yemir, elə deyir ki, ancaq gəzim, oynayım, amma deyəndə ki, yemək yeməsən, gəzməyəsən, onda məcburən yemək yeyir. Və ona görə də belə kartı verdim, girişdə doldurdular və daha sonra bir neçə aparatlardan, yəni avtomatlardan istifadə etdikdən sonra çıxdıq yuxarı. Yəni bir mərtəbə yuxarı qalxdıq yemək yeməyə. Orada dediyim kimi 5-ci mərtəbədə restoran fəaliyyət göstərir. Adı da İstanbul Food, neysə belə bir adı var. Adını yazacağım bura. Çox gözəl yeməkləri olur oranın. Əvvəllər mənə biraz baha gəlirdi oranın qiymətləri. İndi isə münasibdir, deyəsən endirim ediblər qiymətlərdə. Həm də ümumiyyətcə belə çox gözəl bir məkandır, restorandır. Həm yeməkləri, həm belə görünüşü, interyeri, ümumilikdə hər bir şey çox gözəldir. Həm də səhv etmirəmsə, həftənin müəyyən günləri, deyəsən həftə sonları əyləncələr də keçirilir, şovlar, məşhurlar falan gəlir, müğənnilər çox gözəl keçir, maraqlı keçir. Ad günü etmək istəyənlər də gəlir ora, orada keçirdir ad günlərini. Və yəni düzü biz getməmişik belə şovlar, proqramlar olanda. Çünki yoldaşım sevmir tünlüyü. Başı çox eləçinə səsi, tünlüyü götürmür deyə. Yəni getməmişik, amma belə ara günlərdə səssizlik olanda, sakitçilik olanda çıxırıq, yəni gəlirik hərdən bir. Belə, yəni ki, kimə maraqlıdırsa, burada restoran adını yazacağım. Instagramdan axtarış verib tapa bilər. Bunu da niyə görə söyləyirəm bunları? Çünki hamısı bir yerdə, məsələn, mən özüm elə oluram, istəyirəm ki, getdiyim yerdə hər bir şey olsun. Məsələn, ev üçün market alış-verişi də edəcəmsə, hamısı bir yerdə olsun və yaxud qab-qacaqdır, geyimdir,
əyləncə uşaq aparanda əyləncəsi olsun, yeməyə yeri olsun, restoran olsun. Bu ümumilikdə həmin bu Ayxan Ticarət Mərkəzi hamısı bir aradadır. Ona görə deyirəm, əgər yolunuz düşərsə və yaxud yaxınlıqda yaşayanlar varsa mütləq gəlin, tövsiyə eləyirəm. Həqiqətən də gözəl bir yerdir. Yəni gəlməyə dəyəcək deyə dediyim yerlərdən biridir. Yəni biz şanslıyıq ki, Zabratda qalırıq. Bizə yaxındır bura. Ona görə də tez-tez gəlirik bura. Yəni bilmirəm, bəlkə də çox adam eşidib bu Ayxanı, həm də ki, qiymətləri münasibdir, çox münasibdir. Yəni çox uzaqlardan da gələnlər var bura. Belə bir sözlə bir növ reklam oldu, amma ki, inanın ki, heç bir maddi marağım yoxdur. Sadəcə olaraq dediyim kimi maraqlı, özümə bəyəndiyim bir şeyləri həmişə tövsiyə eləyirəm sizlərə də. Elə buranı da istədim sizə tanıtdırım bir sözlə. Ayxan marketində əsasda bu supermarket bölməsi çox ucuz olur deyə, digər marketlərdən qiymətlər çox aşağı olur deyə. Burada həmişə adam çox gəlir də, sıxlıq çox olur, həm də tez-tez kampaniyalar keçirdirlər, endirimlər falan olur deyə. Nə vaxt baxsan, maşallah olsun, dolu olur market. Düzdür, yoldaşım dediyim kimi sıxlığı sevmədiyi üçün deyir ki, biraz baha alaq, başqa yerdən alaq. Yəni bu sıxlığı sevmədiyi üçün çox vaxt başqa supermarketlərdən gedib alırıq. Amma yəni mən buranı çox sevirəm. Yoldaşımsız həmişə gəlib buradan alış-veriş edirəm də. Bir tək buranın nəyini bəyənmirəm? Bəyənmirəm deməyək, geyim bölməsində geyimlər biraz bahadır. Amma qab-qacaqdır, yəni ən alt aşağı mərtəbəsi. Qab-qacaq bölməsi. Orada da qiymətlər münasibdir. Market çox ucuzluqdur. Dediyim kimi uşaq əyləncə stabil hər yerdə olduğu kimidir qiymətlər. Restoranlar, bu restoran şeydə də qiymətlər, menyuda da qiymətlər münasibdir demək olar. Bir tək geyimi bahalı olur. Oradakı keyfiyyətli mallar gətirirlər, yəni keyfiyyətli məhsullar satılır deyə ola bilər. O səbəbdən qiymətlər baha gələ bilər adama. Belə, nəysə ki qızlar, belə dediyim kimi biraz aşağıda əyləncə mərkəzində uşaq Fuad əyləndi. Yəni axıra kimi qoymadım ki, boşaltsın kartı. Yəni dedim, çıxaq birinci yemək yeyək, daha sonra gəlib davam edərsən də. Yoxsa ki, mən bilirəm, o axıra kimi o kartı boşaldandan sonra qalxıb biz yemək yesək, yeməyəcəkdi. Sırf o gedib yenə də əylənmək üçün gəldi, razılaşdı mənimlə, gəldi, yemək yedi. Daha sonra getdi, yenə də davam etdik də. Digər avtomatlardan da, aparatlardan da istifadə etdi. Burada da Fuad özü üçün menyu seçir. Belə seçdik neysə Fuad üçün. Düzü mən istəmədim, çünki evdə yeyib gəlmişdim. Özümə ancaq kofe sifariş etdim. Oturdum, mən kofe içdim. Fuad da yeməyini yedi. Və buradan da bu Zabratı, yəni ən yuxarı mərtəbə deyə bütün Zabrat qəşəng görsənirdi. Dedim, sizin üçün də çəkim. Biz tam bu gördüyünüz binaların arxasında yaşayırıq. Ona görə yaxınlaşdırdım. Yəni buradan ora biraz hardasa bir maşınla 5 dəqiqə, piyada bir 15 dəqiqəlik yoldur. Və elə dedim, çəkim sizin üçün də yəqin ki maraqlı olar. Bilməyənlər üçün də bura Zabrat qəsəbəsidir. Zabrat bir qəsəbəsidir. Biz də Zabrat bir qəsəbəsində yaşayırıq. Bilirəm, çoxunuz bilir, demişəm bunu vloglarımda, amma yenə də təzə gələnlər var kanalda. Bilməyənlər üçün dedim. Elə qızlar, çox danışdım yenə də. Demişdim ki, bu vlogda söhbətə az yol verəcəm. Amma yenə də çox danışdım. Amma düşünürəm ki, inşallah ki, sıxılmırsınız söhbətimdən. Və düşünürəm ki, ümumiyyətcə belə boş videodansa, ya musiqi ilə olan videodansa söhbət daha maraqlı gələr sizə. Ye. Götür ondan ye. Nene yedizdirsin seni. Ha? Al. Oy. Batır ye. Sosa batır ye.
Ye, ye. Aferin sana. Ağıllı balam. Vır. Və belə qızlar, yeməyimizi yedikdən sonra düşdük aşağıya. Yenə də biraz əyləndi Fuad. Xeyli. Daha sonra yenə də bir mərtəbə yenə də aşağı düşdük. Dediyim kimi, üçüncü mərtəbəsi geyim olan mərtəbədir. Dedim, baxım görüm nələr var. Çünki həmən günlər, yəni biz bura gələn günlərdə endirimli günlər başlamışdı. Bu qara cümə, Black Friday edirlər, nə deyirlər. Ondan Ayxanda da var idi. Ona görə dedim, görüm nələr düşüb endirimlə, qiymətlər necədir və belə bir neçə bəyəndiyim şeyləri də çəkdim sizə. Amma ki, Fuad imkan vermirdi. Elə başım üstündə dayanıb, yanımdakı gedək, ona maraqsız gəlirdi deyə. Çox baxa bilmədim, çox gəzə bilmədim, amma gördüm ki, xeyli qiymətlər düşmüşdü aşağı. Düzdür, çox şeydə yox, bəzi şeylərdə. Amma pis deyildi, yəni keyfiyyətli geyimlər olduğuna görə qiymətlər keyfiyyətə görə çox münasib idi. Amma dediyim kimi çox baxa bilmədim. Ümumiyyətcə heç nə ala bilmədim. Çünki Fuada görə çıxmışdım. O da maraqsız gəlirdi deyə baxmadım. Dedim elə bugün Fuadın günüdür. Sırf onun istədiyi kimi olsun. Və elə çıxdıq oradan. Daha sonra düzdür düşdük aşağı mərtəbəsinə də. Market mərtəbəsinə yox, qab-qacaq mərtəbəsinə. Orada da biraz gəzdik. Daha sonra çıxdıq. Oradan da belə piyada üzü evə doğru gedirik. İndi həm də yolun üstündə də Azavrat AVM də var idi. Orada girdik. Oradan da bir kişi aldım. Yola qədər piyada getdik. Yarı yoldan isə yoldaşım gəldi, götürdü bizi və getdik evə. Aldıqlarımı da evə çatanda göstərəcəm sizə. Gəl. Belə qızlar, nəhayət ki, gəlib çıxdıq evə. Və elə gəlib çatan kimi dedim, nə qədər ki, çəkilişdən əlim soyunmuyor. Nə almışıqsa onu da çəkim sizin üçün. Çünki sonra çəkərəm dedimsə, yaddan çıxıb qalacaq, çəkməyəcəkdim. Elə ona görə də çatan kimi kameranı qoşdum ki, nələr aldığımı göstərim sizə. Belə qızlar, bunu bilməm, bu uşaqlar bu, Labubu sevgisi nədir? Hər Fuad Labub görəndə evdə bəlkə bir 50 dənə Labubusu var. Yenə də görən kimi al istədi. Həmən də ən kiçik boyunu götürdüm onun üçün, sakitləşsin deyə. Və onun bir də brilokunu götürdüm, Labubunun. Elə ki, çünki o elə xəssiyyəti var, almasam bütün günü küsəcəkdi, danışdırmayacaqdı məni. Dedim, təki küsməsin. Ona görə məcburən aldım və bayaq dediyim kimi Ayxanın aşağı qab-qacaq olan mərtəbəsinə düşmüşdüm. Bunu da oradan aldım. Oradan da yenə bir kişi aldım. Xəmir kəsəni də oradan götürdüm. Çünki yoxum idi. Bir dənə belə paket aldım. Hədiyyəlik paket. Bunu niyə görə almışam? Baldızımın nəvəsinin ad günü olacaq. Onun üçün hədiyyələr yığıram. Yəni hədiyyə almışam. Onu qoyacağım. Dedim belə maraqlı bir paket olsun. Bunda deyəsən 1 manat 30 qəpiyə götürmüşdüm. Ümumiyyətcə belə xırda-xırda uşaqlar üçün yeni ilə də bir-iki hədiyyələr alıb atıram balacalarımız üçün. Bunu da elə baldızımın nəvəsi üçün aldım. Dedim hədiyyəsinin içinə qoyaram. Broşlardır, saç broşları. Bunu artıq Zabrat AVM-dən almışam. Digərlərini isə Ayxan marketdən almışdım.
Bir də belə bir şey aldım Zabrat AVM-dən. Nabordu keramikadan. Fincanıdır, kasasıdır, boşqabıdır, qaşığıdır. Bunu da ad günü üçün aldım. Baldızımın nəvəsinin qız nəvəsidir deyə elə ona görə fikirləşdim ki, uyğun gələr bu rəngidə. Öncə Ayxan Marketə baxdım. Oradakı olan bu dəstlərin naxışları elə də xoşuma gəlmədi. Ona görə də Zabrat AVM-dən götürdüm bunu. Belə bir fincanı, belə bir kasası. Çox şirindir, çox bəyəndim bunu. Qaşığıdır və nimçədir deyəsən, ya boşqab, tarelka sayılır da, mən bilən bu. Belə dəstə aldım bunu da. Qiymətləri deməyəcəm qızlar, çünki hədiyyəlikdir. Hədiyyə olan şeyin qiymətini demək düzgün deyil, çünki videomu hər kəs izləyir. Ona görə də üzürlü sayın, qiymət soruşmayın. Və bir də tək bu hədiyyə olmasın deyə yanında da bir geyim də aldım. Onu da birazdan göstərəcəm sizə. Bir də belə bir geyim aldım bunu. Geyim deyəndə vitrovkadır. Düzdür, indiki havaya uyğun deyil, amma ki qış tez bitir. Yaz aylarında geyinmək üçündür. Dedim elə, onsuz da 1-2 aya yaz gələcək, onda geyinər. Çox bəyəndim bunu, amma bunu qızlar bir gün öncədən almışdım. Onda yəni bugün yox, bir gün öncə baldızımla getmişdik yenə də alış-verişə, onda almışdım. Elə bu gün də gedəndə əlavəsini aldım, hədiyyəsini qoydum üst-üstə. İndi paketləyib göndərəcəm və yaxud əgər gedəriksə, ad gün qeyd edərlərsə, gedəndə aparacam. Və əlavə olaraq da belə yeni il üçün bir-iki hədiyyələr aldım. Bunları isə yenə də baldızımla gedəndə Miray Cehizliyə getmişdik. Oradan almışam. 4 dənə balacalar üçün yeni ildə hədiyyə düzəltmək üçün belə 4 dənə hədiyyə paketi aldım ki, içini özüm dolduraram. Hazır hədiyyələrdə içindən fərqli bir şey çıxmır deyə dedim özüm yığaram. Paketdə çox bəyəndim, görüb. Mən də götürdüm, baldızım da götürdü. Yəni 4 dənə balacamız var. Böyükləri almıram mən yeni ildə hədiyyə, çünki ehtiyac yox. Əsas düşünürəm ki, bayramda uşaqların sevinmək haqqı çoxdur. Ona görə ancaq onlar üçün götürdüm. Həm də ki, böyüklər çoxdur. Yəni hansı birinə çatdırasan deyə fikirləşdim. Elə ancaq balacalar üçün alım yetər və belə maskalar aldım, belə işıqlı şarlar aldım ki, hədiyyələrin içinə qoyaram. Hər hədiyyənin içinə biri. Amma burada baxıram ki, 4 dənə almalıydım. 3 dənə şar götürmüşəm, paçka. Onu da sonra dedim, yenə alaram birini. Və 2 dənə qıza belə zakulka rezin dəstə aldım kutuda. Bunu isə qaşıqlardır. Özümə almışam. Videolarda geçen görsənər. Və belə yolka işığı götürdüm bir ədəd. Bu da 2 manat 50 qəpik idi, səhv etmirəmsə. Desəm 5 metrəlik idi. Belə aldıqlarım bu qədər. Yəni dediyim kimi fərqli günlərdə almışam bunları, amma dedim ayrı-ayrı çəkməm, belə hamısını bir yerdə çəkim. Belə aldığım ad gün hədiyyələrini də qablaşdırdım. Dedim bunları göndərərəm, amma digər yeni üçün olan da hədiyyəsini dedim sonra üstünə əlavələr eləyib göndərərəm. Bilməm, bəlkə də elə alıb baldızımın nəvəsinin hədiyyəsini göndərərəm. Vacib deyil ki, yeni ildə göndərim. Elə onu da dolduraram şirniyyatlarla, bu balaca hədiyyə paketini. Onu da qoyub bunun üstünə göndərərəm. Düzdür, deyəsiniz ki, hədiyyələr almaq üçün hələ tezdir, amma ki, həmin ərəfədə yeni ilə qabaq xərc rəsxod çox olur deyə belə həmişə çalışıram ki, yeni ilə alacağım hədiyyələri əvvəldən bir-bir alım atım ki, yeni il gün yaxınlaşanda da çətinlik çəkməyim. Həm də belə dediyim kimi baldızımın nəvəsinin ad günü üçün bir şeylər almalıydım, ona görə də dedim getmişkən gözüm görən nə lazımdırsa, uşaqlar üçün yeni ilə də alım yavaş-yavaş qoyum.
Elə bunu da deyirəm, elə indidən hazırlayım. Yəni balısımın nəvəsinin hədiyyəsini indidən hazırlayıram ki, elə bu hədiyyələrlə bir yerdə verərəm. Və gedər indi nə almışamsa hələlik onları yerləşdirdim. Evet, daha sonra əlavələrini də alıb dolduraram içini. Yəni şirniyyat falan yeməli bir şeylər də içinə yığaram. Elə verərəm. Belə qızlar. Videom da artıq sona yaxınlaşır. Sağollaşmaq vaxtıdır. Ümid edirəm, sıxılmadan, bezmədən izlədiniz vlogumu. İnşallah ki, bəyəndiniz bu vlogu da. Bəyəndinizsə əgər like etməyi də və video ilə bağlı fikirlərinizi də bildirməyi unutmayın. Və növbəti vlogda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.